Yahya ibn Yahya Leysi rahimehullah söylüyor ki, Məlik ibn Ənəsin rahimehullahın yanına gəldiyim ilk gün Allahın mənə ilham etdiyi elmi öğrenmək üçün onun önündə oturduğumda mənə dediyi ilk söz bu idi İmam Məlikin. Hansı ki gəlmişdim, ondan hədisi öğrenim, elmi öğrenim. İlk söz bu idi. Mənə dedi ki, adın nədir? Dedim, Allah səni ucalsın, Allah sənə bərəkət versin. Ey İmam Məlik, adım Yahya'dır. Yahya rahimehullah deyir ki, mən yoldaşlarım arasında yaşı ən az olan idim. O deyir ki, ey Yahya, Allah xatirinə bu işdə elm öyrənməkdə ciddi ol günah. Sənə bu barədə elə bir hadisə danışacağam ki, səni bu işə, elm öyrənməyə rəğbətləndirəcək və bundan savayı olan şeylərdən soyudacaqdır səni. İmam Məlik nəsihət edir. İmam Məlik dedi ki, Mədinə Şam əhalisindən sənin yaşlarında bir gənc gəlmişdi. Bizimlə səy göstərir və elm tələb edirdi. Ta ki ölüm onu haqladı. Bizimlə İmam Məlik deyir ki, elm öyrənməyə gəlmişdi. Səy göstərirdi ta ki onu ölüm haqladı. Onun cənazəsində elə bir şey gördüm ki, şəhərimizin əhalisindən heç kimdə istər tələbə olsun, istər alim beləsini görməmişdim. Yəni belə bir cənazə heç kəsdə görməmişik. Gördüm ki, bütün alimlər onun nəşinin ətrafına izdiham yaradıblar, yəni toplaşıblar. Hətta şəhərin əmri gəlir cənazə namazı qıldırmağa. Əmir belə istəyir ki, o fəzilətli şəxsin elm tələbi üçün çıxan və vəfat edən şəxsin cənazəsində iştirak etsin. Və bunu müvəffəq edən Allah idi. Şəhərin əmiri bunu görəndə cənazə namazını qıldırmaqdan çəkindi və dedi, İçinizdən istədiyinizi irəli verin. Sevdiyiniz birini irəli çəkin, o qıldırsın namazı. Əmir deyir. Hətta şeyx deyir ki, hətta əmir belə həya edir, hətta özünü orada görmür. O gəncin cənazəsini qıldırmaqda. Deyir, içinizdən daha sevdiyiniz kimsə varsa onu verin irəli, o qıldırsın. Və İmam Malik deyir ki, rahimehullah, elm əhli Rabiyanı irəli verdilər. Rabiya İbn Əbi Əbdurrahman dövrünün böyük alimlərindən olub, böyük hədis əhli olub. Rabiyanı irəli verdilər, sonra onu qəbrinə tərəf apardı. Məlik deyir ki, onun qəbrinə Rabiya, Zeyd ibn Əsləm, Yahya ibn Səid və ibn Şihab qoydu. İndi bunlar niyə zikr edir? Böyük alimlər idi dövrünün. Böyük fəzilət sahibləri idi. Baxmayaraq ki, gənc elm tələbinə hələ təzə çıxmışdı. Görün Allah onu necə fəzilətləndirir öz lütfündən. Görün onun cənazəsində kimlər iştirak edir. İmam Məlik deyir ki, onun rəhdinə kərpizləri Rabiyə hörürdü. Və hamı da kərpizləri Rabiyə uzadırdı, bütün alimlər. İmam Məlik deyir ki, dəfnindən 3 gün keçmişdi ki, şəhərimizin xeyirli insanlarından biri onu yuxusunda görür. Yəni alimlərdən biri onu yuxusunda görür. Necə görür deyir? İmam Məlik bunu Yahya Əl-Leysiyə danışır ki, onun elmə olan həvəsi artsın. Deyir, yuxuda gördü ki, gənc, hələ üzündə tük çıxmayan bir gənc simasında, ağ libasda, yaşıl əmmaməli və səmadan enən boz atın üzərində idi. Dəyərli qardaşlar, bu qissə Səhih Buxarinin şərhində keçir və rəvayət edən də İmam Məlikdir, rahimehullah. Sanki o yuxu görənin yanına qəsdən gəlir və salam verirdi. Və gəldi, deyir, salam verdi, dedi ki, elm məni bu məqama çatdırdı. Həmin adam soruşdu, elm səni hara çatdırdı, hansı məqama çatdırdı səni? Cavab verdi ki, öyrəndiyim hər elm fəslinə görə Allah mənə cənnətdə bir dərəcə verdi. Hər öyrəndiyim fəslə görə, baba görə Allah mənə cənnətdə bir dərəcə verdi. Lakin dərəcələr məni elm əhlinin, alimlərin mərtəbəsinə çatdırmadı. Təzə başlamışdı elmə. Lakin məni alimlərin mərtəbəsinə çatdırmadı. O zaman uca Allah buyurdu ki,
peyğəmbərlərimin, varislərinin mükafatını artırım. Mən öz üzərimə götürmüşəm ki, kim mənim sünnəmi və ya peyğəmbərlərimin sünnəsini bilərək, yaxud bunu tələb edərək ölərsə, onların hamısını eyni dərəcədə cəm edəcəm. Allah mənə belə deyir. Beləcə Rəbbim mənə mükafatımı o qədər artırdı ki, elm əhlinin dərəcəsinə çatdım. Mənimlə Rasulullah sallallahu aleyhi və səlləm arasında cəmi 2 dərəcə var idi. Bir dərəcədə o özü oturmuşdu və ətrafında bütün peyğəmbərlər var idi. Digər dərəcədə də onun bütün sahabələri və onlara tabi olanlar. Onlardan sonra, yəni bütün peyğəmbərlərin sahabələri var idi. Onlardan sonraki dərəcədə isə bütün elm əhli və tələbələr yerləşir. Allah məni apardı və onların tən ortasına çatdırdı. Yəni Allah onun fəzilətini daha da artırır. Hər səfərində də deyir ki, Allah bundan daha artığını verdi. Kişi də deyir, mən yuxuda ondan soruşurum, nə verdi artığını? Və onlar zikr edir. Allah məni apardı, onların tən ortasına çatdırdı. Onlar mənə dedilər ki, mərhəbən, mərhəbən. Xoş gəlmisən. Xoş gəldin. Bu Allah qatında deyir ki, mənə verilən ziyadə nemətlərdən idi. Kişi soruşdu ki, bəs Allah qatında sənin üçün daha nə əlavələr var? O dedi ki, Allah mənə vəd etdi ki, bütün peyğəmbərləri gördüyün kimi bir zümrədə həşr edəcək. Və belə buyuracaq, ey alimlər topluluğu, baxın qardaşlar, elmin fəzilətinə, ey alimlər toplusu, bu mənim cənnətimdir, onu sizə mübah etdim. Bu da mənim razılığımdır, rizamdır. Mən də sizdən razı qaldım. Cənnətə girmədən əvvəl istədiyinizi istəyin, təmanna eləyin və istədiyinizə də şəfaətçi olun. Mən sizə istədiyinizi vereyim və şəfaət etdikləriniz üçün də şəfaətçi olum, Allah dedi. Bəndələrim mənim yanımda sizin kəramətinizi, dəyərinizi və mənim qatımdakı mənzilinizi görsünlər. Allah deyir, bizi yəni elə görsətdi bəndələrini. İmam Məlik deyir ki, səhəri gün açılmışdı. Həmin o yuxuda görən adam, alimlərdən biri, bunu elm əhlinə danışdı və xəbər Mədiniyə yayıldı. İmam Məlik dedi ki, Mədinədə elə insanlar var idi ki, bizimlə bu elmi öyrənməyə başlamışlar, lakin sonra tərk eləmişdilər. Bu hədisi eşitdikdə hamısı deyir, geri qayıtdı. İşdən möhkəm yapışdılar, elmdən möhkəm yapışdılar və bugün İmam Məlik söyləyir ki, bugün onlar şəhərimizin böyük alimləridirlər. Sonra dedi ki, ey Yəhya, Allah üçün işində ciddi ol günah. Elm tələbində ciddi ol günah. Yəhya ibn Yəhya rahiməllah deyir ki, yəni bu mənim elmə olan hər hissimi artırdı. Fikir verin qardaşlar, hətta elm üçün hələ öyrənməyə başlamışdı. Yəni bu Allahın dinindən, necə ki özü dediyi kimi bir fəsil, bir bab belə nə bacarırsan öyrən günə. Sənin bacardığın nədir? Kitab oxumaq, əlifba, təzvid, ərəb dili, elm əhlinin dərslərinə qulaq asıb yazmaq, kifayət qədər kitablar keçiblər, Allah onlardan razı olsun. Onlara qulaq asıb yazmağın elmləndir, qardaş, elmləndir. Əgər gedə bilmirsənsə, evində oturduğun halda öyrənə bilirsən. Öyrən ki, bu savabdan məhrum olmayasan. Ümid edir ki, ölüm bunun üzərində gələr bizə Allah Subhanahu bağışlanmış qullarından var. Təsəvvür et ki, nə? Elm öyrəndiyin halda vəfat etsən, peyğəmbərlərlə, sahabələrlə birlikdə ola bilərsən. Bundan yəni böyük bir mənzil varmı? Qiyamət günü Allah Rəsulu ilə bərabərsən. Çünki sən onun öyrəndiyin elmə görə onun varisisən. Peyğəmbərlər nə qızıl, nə gümüş, heç nə miras qoymazlar. Onların mirası nədir? Ancaq elmdir. Sən elmdən öyrəndinsə bir fəsil belə, sən artıq Peyğəmbərin varisisən. Və həmçinin bilginən ki, harada elm varsa, ona can at ginan.
Can at ki, onu öyrənməyə. Get ki, o yerdə tələbə var, o yerdə elm əhli var. Sənin, mənim, hər birimizin üzərində düşən qardaş odur ki, elmin ayağına getmək. Sadəcə istəməklə ki, ya Rabbi, məni elmləndir, bu olmur. Tək istəməklə olmur, gələ əməllərində görsədəsən. Elm üçün çıxasan, öyrənəsən, cəhd eləyəsən. Bax ki, elə İmam Məlikdən rəvayət olunan, İmam Məlik deyir ki, Harun əl-Raşidin yanına daxil oldum.